Ramiz müəllim, sizcə cənab prezidentə sadiq olmayan məmur varmı hal-hazırda? Azərbaycanın ictimai siyasi həyatında uzun illər yüksək vəzifələr tutmuş Ramiz Mehdiyev barəsində dövlətə xəyanət ittihamı ilə cinayət işi başlanıb. Səbail rayon məhkəməsinin qərarı ilə o 4 ay müddət neft dustaqlığına buraxılıb. Məlumata əsasən Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 dövlətə xəyanət 278.1 hakimiyyəti zorla ələ keçirməyəcək və 193-1.3.2 cinayət yolu ilə əldə edilmiş əmlakın legallaşdırılması maddələri ilə ittiham olunur. İllər öncə Ramiz Mehdiyev bir neçə televiziya kanalına verdiyi müsahibələrdə özünü dırnaqarası sadiq dövlət xadimi kimi göstərməyə çalışsa da, bloger Ata Abdullayev onun sözünü kəsərək xəyanət mövzusunda açıq və sərt sual vermişdi. Həmin hadisə cəmiyyətdə böyük rezonans doğurmuş, bir çoxları Abdullayevin bu addımını cəsarətli və prinsipial mövqe kimi dəyərləndirmişdi. Ramiz müəllim, sizcə cənab prezidentə sadiq olmayan məmur varmı hal-hazırda? Sizcə? Ata Abdullayev olaraq sizə sual verir ki, cənab prezidentə üzdə sadiq olub, amma 5-ci kolon nümayəndələr varmı? İki başda oynayanlar varmı hal-hazırda? Varmı elə bir insanlar? Tanıyırsınız mı? 5-ci kolon məsələ ortalığa atıblar. Bəli. Biz də bunu doğrudan da cənab prezidentə sədaqətli olan insanlara Yox, siz günahlandırırıq. uzun müddət Ancaq- prezident administrasiyası rəhbəri biri olmuş bir şəxs kimi deyə bilərsiniz Mən ki, deyə hal-hazırda cənab prezidentə sadiq olmayan məmurlar varmı? Mən deyə bilərəm ki, bizim dövrümüzdə və indi də əvvəlki işçilərin belki aralarında belə bir insanı mən tanımıram. Bizcə onu deyə bilərəm ki, biz hamımız bir nəfər kimi İlham Əliyev dəyərlərinə, Heydər Əliyev dəyərlərinə borcluyuq və bu Tamamilə elədir. Elə də olmalıdır. Bəli. Elə də olmalıdır çünki Azərbaycanın gələcəyi budur, bu yoldur. Bugün isə məlum olur ki, Ata Abdullayevin vaxtilə ünvanladığı sual əslində bir gerçəyi öncədən hiss etməyin göstəricisiymiş. Ramiz Mehdiyev uzun illər ərzində dövlətə deyil, öz şəxsi maraqlarına xidmət edib, xalqın inamını və etimadını puç edib. Tarix göstərir ki, xəyanət edənlərin aqibəti dəyişmir. Xəyanətkarı nə vəzifə, nə ad, nə də keçmiş xidmətləri xilas edə bilir. Çünki vətənə xəyanət edənləri xalq da, ədalət də bağışlamır.